Gəncə Sənət İnstitutunun musiqili komediya aktyorluq fakültəsində. Yasin müəllim, verilişin adı şəxsi əşyalar olduğuna görə belə bir sual verəcəm. İlk şəxsi əşyanız yadınızdadırmı? O nə olub? Gətirmişəm üstümdə. Baxa bilərik. Bu maraqlı faktdır ki, Yasin müəllim ilk şəxsi əşyasını gətirib. Yəni belə bir şey olmayıb. Bu eynəkdir. Bu eynəyin azından 100 yaşı var. Bu mənə atamdan yadigar qalıb. Yəqin ki, atama da atasından ya babasından yadigar qalıb. Hətta qabından bilinir bu. Bəli. Onu da deyim ki, deməli, bu eynəkdən çox istifadə olunubdur. Mən, məsələn, Əli Əmirlinin Cəza tamaşasında Mücəvvər Bağırovun prototipini oynamışam. Bundan istifadə edirdim. Və sonra bizim aktyorumuz Rafiq Hüseynov hansısa bir filmə çəkildi. Məndən xahiş elədi, verdim onu çəkildi. Rafiq Əzimov, biz qonşuydıq 9-cu mikrorayonda. Bir gün bilirdi məndə belə bir şey var, çünki tamaşaya baxmışdı. Dedi, Qarayev, səndə bir eynək görmüşəm, o eynəyi verə bilərsən mənə. Dedim, yox, bağışlaya bilmərəm, amma dedi, çəkiliş var. Verdim, çəkildi, sonra sağ olsun, sağ-salamat gətirdi. Mən indi, bu mənim üçün çox dəyərli olar. Çox dəyərlidir. Amma sən də bir dost kimi mənə dəyərlisən, mən bunu bağışlayıram sənə. Sən saxlasan əgər. Təşəkkür edirəm, Yasin müəllim. Bax, bu bizim verilişin tarixində çox maraqlı bir məqamdır ki, yəni bizim qonaqlarımız olub da Rasim Balayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Yazıcı Anar. Təbii ki, onların ilk əşyaları heç xatırlayanda əziyyət çəkirlər, heç təbii ki, indiyə qala da bilməz. Amma Yasin müəllim, Allah ömür versin, bu gün 77 yaşı var və o bu əşyanı uşaqlıqdan saxlayır. Və bu çox dəyərli bir hədiyyədir mənim üçün və mən bu hədiyyəni əziz bir hədiyyə kimi qoruyub saxlayacağım. Yasin müəllim, çox sağ olun bu hədiyyəyə görə. Bu sürpriz oldu həqiqətən.